Salam. Deməli, bu il 2026-cı ildə MİQ imtahanında informatika fənnindən belə bir sual düşüb. Məntiq əməllərinə aid belə bir sual. Deməli, cədvəldə sorğular və bu sorğuların axtarış serverində internetdə tapdığı səhifələrin sayı göstərilib. Book or phone and not car sorğusunun nəticəsini müəyyən edin. Bizə lazımdır burada əsas nə? Baxın bu. Bunun nə olduğunu anladıqdan sonra, yəni bu sorğuda bizdən nəyin istədiyini başa düşdükdən sonra tapşırığı, məsələni həll etmək çox rahat olacaq. Book or phone o deməkdir ki, yəni bu iki çoxluğun, çoxluq deyək də, bu ikisinin birləşməsi. Bu birləşmədən biz car çoxluğunda olmayan elementləri seçməliyik. Bunu riyazi şəkildə belə də yaza bilərik. Məsələn, mən book'a B, car C adlandıraq, onu da P adlandıraq, biraz qısa olsun. Deməli, B çoxluğu or birləşir, P çoxluğu and, yəni kəsişir, not car. Və yaxud da belə də yaza bilərik. B birləşir P, çıxılsın C. Yəni bu C-də olmayan elementləri seçmək və yaxud da C-də olan elementləri çıxmaq eyni mənanı daşıyır. İndi Venn diaqramında biz bunlara baxsaq, bu çoxluqları Venn diaqramında müzakirə etsək, orada çox asan bir məntiqini tuta bilsə, çox asan yolla məsələn həll etmək mümkündür. Tutalım ki, bu bir çoxluğumuz olsun. Bu digər çoxluğumuz olsun. Bu da üçüncü. Deməli, yazıram bura mən B, bura yazaq C, burada yazaq P. Baxın, B, P-nin birləşməsi bizə haranı verir? Gəlin, işarə edək. B, P çoxluqlarının birləşməsi bu. Bura, bu qırmızı ilə işarələdiyim yer, bu çoxluqların birləşməsidir. Bizdən nə tələb edir? Necədir? Bu birləşmədən C-nin elementlərini çıx və yaxud da C-də olmayan elementləri seç, yəni bu hissəni. İndi bax, buranı çıxanda və yaxud da olmayanları seçmək, bu qırmızı hissəni seçmək deməkdir. Nəticədə buranı verir bizə. İndi bizim əlimizdə B və P-nin birləşməsi yoxdur. Burada görürsünüz ki, sayı yoxdur. Ancaq C-nin elementlərinin sayı var. Burada verilənlərdən biz necə bu hissəni başqa necə tapa bilərik? İndi bir dənə də diaqram quracağım. Müqayisə edəndə biləcəksiniz ki, necə rahat imiş bu məsələni işləmək. Yenə 3 çoxluq seçək. Bu çoxluqları adlandıraq. Baxın, yenə burada B, C və P çoxluqları. İndi baxın nə göstərəcəm sizə. Book, car və phone çoxluqların birləşməsi verilir. 150. Bu birləşmə haradır? Bunu başqa rəngdə rəngləyək. Bu birləşmə tam bunların hamısı birlikdə bu birləşmənin 150-ni buranı verir. Mən yenə bu ümumi birləşmədən C çoxluğunu bütövlükdə çıxsam, bax, C çoxluğunu bütövlükdə çıxıram. Bütün elementlərini çıxdım. Fikir verin, yaşıl qalan isə, burada bayaq qırmızı qalan hissə ilə eyni deyilmi? Deməli, biz burada bu üç çoxluğun birləşməsindən car çoxluğunun elementlərini çıxmış olsaq, nəticədə istədikləri həmin o sorğunun cavabını almış oluruq. Yəni, bu nəticəni buradan almış oluruq. Beləliklə yazıram 150 çıx 70 bərabər 80. Cavabımız olacaq 80. Bu məsələni daha uzun yolla da işləmək olar. Ona aid bir video çəkərəm, amma MİQ kimi bir imtahanda, yəni vaxta qənaət eləmək üçün belə qısa yoldan getmək daha yaxşıdır.
Yəni bunu tez bir zamanda görə bildinizsə, onda vaxta qənaət eləyərək qısa şəkildə məsələni işləyib nəticəni almış olursunuz.